Mübarək Ramazan ayının 22-ci gününü yaşayırıq və bugün duasını deyirik. İlahi, bugün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bugün sənin razılığına bais olan işlərdə məni müvəffəq et. Məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah. Duada göründüyü kimi fəzl qapılarının üzünə açılmasından söhbət gedir. Əslində, bir valideynin övladına mehriban baxışı, yağışın yağması, bunlar da Allahın fəzl qapılarından biridir ki, insanın üzünə açılır. Valideynlərimizi hər zaman qorumaq, Quranda da deyildiyi kimi, onlarla gözəl köçürmək lazımdır. Bir söz də var ki, cənnət anaların ayağı altındadır. Hər kəs bilsin ki, cənnətə yol elə anasının ayağının yanında oturmaq, anasının duasını eşitmək, anasına xoş rəftar eləmək valideynlərinə, bu elə onun üçün Allahın fəzl qapılarının açılmasıdır.